Xanlar Vəliyev Azərbaycan Respublikasının hərbi prokuroru vəzifəsindən gedir. Baku Postaz Bakı vaxtı aza istinadla xəbər verir ki, bu onun səlahiyyət müddətinin başa çatması ilə əlaqədardır. Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinə hakim təyin olunacağı gözlənilir. Qeyd edək ki, Xanlar Rüstəmoğlu Vəliyev 1955-ci ildə Yevlax şəhərində anadan olub, 1978-ci ildə Bakı Dövlət Universitetinin Hüquq Fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla Respublika prokurorluğu orqanlarına işə qəbul olub. O, Gəncə və şəhər prokurorluğunda böyük müstəntiq, prokuror köməkçisi, Qazax və Şəmkir rayon prokurorlarının müavini vəzifələrində işləyib. 1993-2000-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorunun müavini olub. Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2005-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Baş Prokurorunun müavini Azərbaycan Respublikasının hərbi prokuroru vəzifəsinə təyin edilib və hazıradək həmin vəzifədə qulluğunu davam etdirir. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə Azərbaycan Bayrağı ordeni, 28 sentyabr 2018-ci il tarixli sərəncamı ilə 2-ci dərəcəli vətənə xidmətə görə ordeni, 17 mart 2025-ci il tarixli sərəncamı ilə 1-ci dərəcəli vətənə xidmətə görə ordeni, hərbi xidmətlərə görə medal və digər medallarla təltif edilib. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2015-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının əməkdar hüquqşünası fəxri adına layiq görülüb. Prokurorluğun fəxri işçisi Vəliyev Ədliyyə General-Leytenantı hərbi rütbəsindədir. Hüquq üzrə fəlsəfə doktorudur. O, müxtəlif məzmunlu məqalələrin, elmi əsərlərin, kitabların və dərs vəsaitlərinin müəllifidir. Xanlar Vəliyevin bu il martın 15-də 70 yaşı tamam olub.